Salam dəyərli müəllimlər. Bildiyiniz kimi biz Köppengeger iqlim təsnifatını izah eləməyə başlamışıq. Artıq 2 video, yəni bizdə belə deyək ki, Köppen iqlim təsnifatına aid olan əsas iqlimlərdən biz tropik və bir də quraq iqlimlərin artıq sizə izahını vermişik. Bugün isə bizim sizə izahını verməyə çalışdığımız iqlim C qrupu, yəni mülayim iqlimlər hesab olunacaq. Köppen iqlim təsnifatında digər 2 videonun əvvəlində qeyd etdiyim kimi burada hərf kodları ilə bağlı olan məsələni bir daha əvvəlki videoları izləməmiş şəxslərin diqqətinə çatdırım. Böyük hərflərlə verilmişlər əsas iqlimlər. İkinci sırada, baxın bu hissədə gördükləriniz, ikinci sırada gördükləriniz hesab olunur. Təbii ki, yağıntı rejimləri, üçüncü sırada gördüyünüz bu hissə isə temperatur rejimləri ilə qiymətləndirilir. Bugün biz sizlə C qrupu mülayim iqlimlərə baxacağıq. Gəlin C qrupuna aid olan iqlimlərin iqlim kodlarına diqqət eləyək. Siz burada yuxarıda müxtəlif rəng çalarlarına görə C kodlarını və burada bir qism aşağıda görə bilərsiniz. İndi gəlin bir-bir olaraq oxumağa çalışaq. CFA nə deməkdir? Mülayim iqlimin tam rütubətli bölgələrinin, əlbəttə ki, isti yaylı bölgələri. CFP mülayimin tam rütubətli bölgələrinin isti yay bölgələri. CFC, yəni mülayim iqlimlərin tam rütubətli bölgələrinin sərin yaylı bölgələri. Yəni bu ümumi xüsusiyyətlər oldu. İndi gəldik CSA-ya. CSA yoldaşlar mülayim iqlimlərin deməli yayda quraq və isti olan yerlərini bildirir. CSB-lər mülayim iqlimlərin yayda quraq və isti olan yerlərini bildirir və sonuncu CWA-lar isə mülayim iqlimlərin qışda quraq və isti yay bölgələrini bildirir. CWB mülayim iqlimlərin qışda quraq və isti yay müddəti olan bölgələrini bildirir. CWC isə mülayim iqlimlərin qışda quraq və sərin yaylı bölgələrini bildirir. İndi biz ümumilikdə bu xüsusiyyətlərə baxdıqdan sonra keçirik C qrupuna aid olan ümumi səciyyələri verməyə. Yəni sizlər bilirsiniz ki, C qrupu mülayim iqlimlər, yoldaşlar, Köppen iqlim təsnifatında mülayim iqlimlərlə bağlı ümumi xüsusiyyət belədir ki, ən soyuq ayın orta temperaturu 0 Selsidən yuxarı olur. Bəzi müəlliflərə görə bu -3 Selsidən də yuxarı ola bilər. Lakin 18 Selsidən aşağı olduğu qiymətləndirilir. Yəni bu ən soyuq ay üçün ümumi səciyyədir. Yoldaşlar, -3 Selsi göstəricisi təxminən 1 ay və ya daha uzun müddət davam edən qar örtüyü ilə donmuş torpağın sərhədlərinə uyğun gələcəyidir. Siz bilirsiniz ki, burada yəni ikinci hərf ki var idi C qrupunda, yəni W. Mən bunu sizin diqqətinizə çatdırım. Yoldaşlar, W ilə bağlı onu demək istəyirəm ki, burada quraq qışın olduğunu bizə bildirirlər. Ən quraq qış ayının yağıntısı ən rütubətli yay ayının yağıntısından 10 dəfədən daha çox, belə deyək ki, daha az olur. Yəni 10 dəfədən az olur. Çünki quraq yaydır. S burada, yəni gördüyünüz S, burada quraq yay səciyyəvidir. Qışın ən rütubətli ayındakı yağıntı yayın ən quraq ayındakı yağıntıdan ən azı 3 dəfə çox olur. Ən azı 3 dəfə çox olur. Və F bizə nəyi bildirir? Görürsünüz burada F bizdə işarələnib. Bütün fəsillərdə kifayət qədər yağıntı düşür. Nə W, nə də S şərti ödənilmir, belə deyək. Üçüncü hərf, hansı ki burada yay istiliyini göstərir. Yay istiliyi ilə bağlı biz onu deyə bilərik ki, A-da, yəni C qrupunda A, ən isti ayın orta temperaturu 22 Selsidən çox olur, yəni yüksək olur. B qrupunda, burada da yenə isti yay yazılıb. Yəni hansı ki ən isti yayın orta temperaturu burada fərqli olaraq 22 Selsidən az olur yoldaşlar. Aşağıdır, lakin ən azı 4 ayın orta temperaturu 10 Selsidən yuxarı olur. Ən azı 4 ayın orta temperaturu 10 Selsidən yuxarı olur, yəni çox olur. Gəldik burada C-yə. C qrupu ilə bağlı biz onu deyə bilərik ki, burada vəziyyət belədir. Deməli, yalnız 1-3-cü ayın orta temperaturu, yəni 1 və 3-cü ayın orta temperaturu 10 Selsidən yuxarı olacaq yoldaşlar. 10 Selsidən, yəni 1 və ya 3 ayın temperaturu 10 Selsidən yuxarı olur. Yerdə qalanlar isə aşağı olur.
Birinci biz gəlin C qrupunda xüsusiyyətlərə diqqət eləyək. Hansı ki C qrupuna aid olan xüsusiyyətlərə nəzər yetirsək, burada vəziyyət belədir. Görürsünüz, qarşınızda artıq sizin C qrupu açıldı. Əvvəlcə biz CS qrupuna, yəni buna biz Aralıq dənizli belə deyək də iqlimlər deyirik. Aralıq dənizi iqlimləri, yəni CS-lər. Burada CSA, hansı ki bu gördüyümüz CSA, xəritədə də yaxınlaşdıraraq mən göstərəcəm. Bunu buradan qeyd eləyək. Bu, isti yaylı Aralıq dənizi iqlim tipi adlanır. İsti yaylı Aralıq dənizi iqlim tipi. İsti yaylı Aralıq dənizi iqlim tipi. Yoldaşlar, bu iqlim əsasən materiklərin qərb sahillərində 30-45 dərəcəlik enliklər arasında yayılıb. Qışda qütb cəbhəsinin təsir altında olduğundan hava mülayim, dəyişkən və yağışlı keçir. Yayda isə subtropik yüksək təzyiq sahələrinin üstünlüyü nəticəsində hava isti və quru olur. Soyuq okean cərəyanlarının təsir etdiyi sahil boyu ərazilərdə isə yay daha sərin və tez dumanlı ola bilir, hansı ki yağıntı az müşahidə edilir. Rəngindən də görsənir. Mən indi xəritəni böyüdərək sizə bunu daha aydın şəkildə göstərməyə çalışacağam. Buyurun, baxın. ABŞ-ın belə deyək, qərb hissələrində, eyni zamanda Çilinin az miqdarda mərkəzi hissəsində, eyni zamanda görürsünüz Şimali Afrika və Cənubi Avropanın müəyyən hissəsi, Türkiyənin sahil boyu zonaları, Xəzər dənizinin cənub hissələri və İran yaylasının daxili bölgələri, Mərkəzi Asiyada müəyyən qədər ərazilər və cənubda belə deyək, Aralıq dənizi iqlim, isti yaylı Aralıq dənizi dedikdə Cənubi Afrika Respublikasının cənub-qərb hissəsi və eyni zamanda Avstraliyanın cənub-qərb hissələri nəzərdə tutulur. İndi mən sizə bunu şəhərlər üzərində göstərməyə çalışım. O zaman daha dəqiq siz bunu analiz edə bilərsiniz. Hansı ki CS qrupunda, CSA qrupunda bura uyğun gələn şəhərlərə gəlin bir yerdə diqqət eləyək sizlərlə. Deməli, CSA qrupu ilə bağlı biz qitələr üzrə baxdıqda, deməli, şəhərlərin mən indi bir-bir sizə adlarını qeyd eləyəcəm və onları göstərməyə çalışacağım. Deməli, CSA qrupu üzrə gəlin nəzər yetirək. Şimali Amerikadan biz başlayaq. Şimali Amerikada daha çox biz deyəcəyik ki, bura uyğun gəlir. Amerika Birləşmiş Ştatlarında Los Angeles, hansı ki hamısı bu hissələrdə yerləşəcək, görəcəksiniz yoldaşlar. Los Angeles, Sacramento və Medford şəhərləri və Meksikada çox az bir hissədə, baxın bu hissədə biz deyəcəyik ki, Tecate şəhərinin adını çəkə bilərik. Afrika üçün biz, yəni eyni əraziləri göstərsək, bura hara düşəcək? Təbii ki, isti yaylı Aralıq dənizinə. Afrikada, Mərakeşdə biz deyə bilərik Tanger şəhəri və Kasablanka şəhərlərini, hər ikisini. Əlcəzairdə biz deyə bilərik ki, Əlcəzair şəhərinin özünü və Tunisdə Tunis şəhərinin adını çəkə bilərik. Yoldaşlar, Avropada biz ada ölkəsi Maltada paytaxt Valetta şəhərini, Portuqaliyanın özündə Lissabon və Faru şəhərlərini, eyni zamanda İspaniyada Madrid, Barcelona şəhərlərini, Madrid və Barcelona şəhərlərini, İtaliyada biz deyə bilərik Roma və Neapol şəhərlərini, onun ardınca Fransada Nitsa və Marsel şəhərlərini, yəni cənub hissələri, ardınca Albaniyada, baxın bu isə Tirana şəhərini, eyni zamanda Yunanistanda Afina şəhərinin adını çəkə bilərik və İtaliya daxilində San Marino şəhərinin adını çəkə bilərik. Bundan əlavə biz bir də Monaco şəhərinin adını çəkə bilərik, hansı ki Fransa daxilində və İtaliyada Roma şəhərində elə Vatikanın adını çəkə bilərik ki, bunlar Avropa qitəsində isti yaylı Aralıq dənizi iqlim vilayətində yerləşirlər. Asiyaya biz baxanda Türkiyədə biz deyə bilərik burada daha çox sahil boyu bölgələr, yəni Bursa, İzmir kimi ərazilər. Eyni zamanda Livanda biz deyə bilərik ki, bura Beyrut, həmçinin Suriyada
biz deyə bilərik Suriyada deməli Latakiya şəhəri, Livanda Beyrut şəhəri, ardınca İraqda biz deyə bilərik, baxın bu hissədə Hələbcə şəhəri və Mərkəzi Asiyaya doğru biz giriş eləsək, Mərkəzi Asiyada təbii ki, burada söhbət gedəcək Özbəkistandan, təbii ki, burada Daşkənd şəhəri, həmçinin Tacikistanda Düşənbə şəhəri. Bundan əlavə biz Okeaniya bölgəsində də eyni qaydada diqqətlə baxsaq, Okeaniyada bircə saniyə xəritədə biz oraları yaxınlaşdıraq. Deməli, Avstraliyada Adelaida şəhəri, baxın bu hissədə və Perth şəhərlərinin adını çəkə bilərik ki, bu bölgələrdə geniş yayılmışdır isti yaylı Aralıq dənizi iqlim vilayəti. Ardınca yoldaşlar biz keçirik hara? Təbii ki, xəritədə gördüyümüz CSB-yə, yəni bu nədən ibarətdir? Gəlin nəzər yetirək. CSB. Yoldaşlar, CSB mülayim yaylı Aralıq dənizi adlanır. Bunu buradan qeyd eləyək. Mülayim yaylı Aralıq dənizi iqlim tipi. İşarəsindən də gördüyünüz kimi siz bu iqlim tipinin yayıldığı bölgələri xəritədə görə bilirsiniz. Mən indi onlara aid olan şəhərlərdə sizə nümunə olaraq göstərəcəm. Mülayim yaylı Aralıq dənizi iqlimi ümumiyyətlə yadda saxlayaq ki, bu iqlimdə yaylar quraq olsa da, ən isti ayın orta temperaturu 22 Selsiyə çatmır. Adətən 40 dərəcəlik enliklərin ətrafında yayılır və belə deyək də, isti yaylı Aralıq dənizi iqliminə nisbətən yayları daha sərin keçir. Çünki fikir versəz, onlardan nisbətən şimalda və ya cənubda da daha cənubda yerləşmiş olurlar. Bir də təkrarlayıram, mülayim yaylının isti yaylı Aralıq dənizindən əsas fərqi odur ki, yaylar, yəni nisbətən yay ayları sərin keçməsi ilə səciyyələnir. Yəni, mülayim yaylı Aralıq dənizi iqliminin yayıldığı şəhərlərə biz nümunə göstərsək, burada daha çox regionlar üzrə gəlin yenə bir daha diqqət eləyək. Mən bir-bir sizə şəhərləri deməyə çalışacağam. Şimali Amerikada gördüyünüz kimi yenə ABŞ-da, amma isti yaylı Aralıq dənizindən fərqli olaraq daha şimalda formalaşır. Deməli, bura Amerika Birləşmiş Ştatlarında Santa Barbara və Seattle şəhərlərinin adını çəkə bilərik. Eyni zamanda Kanadada, baxın bu hissədə, nisbətən belə deyim də, ABŞ sərhədinə yaxın Victoria şəhərinin adını çəkə bilərik. Meksikada təbii ki, Madera şəhərləri, bunlar mərkəz hissəyə düşür. Cənubi Amerikada biz baxsaq, Cənubi Amerikada daha çox biz görəcəyik, deməli, bir saniyə Cənubi Amerikanı daha geniş açım. Bəli, indi görürsünüz. Yoldaşlar, Çilidə məşhur Santiago şəhəri, ardınca Çilidə yenə Konsepsiyon şəhəri, Kolumbiyada, yəni şimal hissədə biz deyə bilərik ki, burada daha çox Pasto şəhərində qeyd alınır. Ekvadorda, baxın bu hissədə rəngi də görürsünüz, daha çox qeyd alınır İbarra şəhərində. Argentinaya gələndə isə, Argentinada San Carlos de Bariloche şəhərində. Ondan sonra keçirik biz Afrikaya. Afrikada gəlin vəziyyətə diqqət eləyək. Afrikada yayılan ərazilərinə baxdıqda, burada əsas etibarilə biz deyəcəyik Liviyada, yəni baxın bu hissədə, Əlbəyda şəhərində, Keniyada Nakuru şəhərində, bu hissədə, ardınca Cənubi Afrika Respublikasında, cənubda yəni Cape Town şəhərində və Portuqaliyada, yəni Avropa qitəsində, gəlin ora nəzər yetirək. Portuqaliyada, Portuqaliyanın şimal hissələri, yəni Porto və Guarda şəhərlərində, Porto və Guarda şəhərləri, Fransanın nisbətən şimal hissələrində, yəni bura Korte şəhəri yaxınlığında, İtaliyada yoldaşlar biz deyəcəyik daha çox Rieta şəhərində, onun ardınca biz gələcəyik Şimali Makedoniyaya, yəni baxın bu hissədə Şimali Makedoniyada, ardınca gəlirik Türkiyədə, baxaq xəritəsinə. Deməli, Türkiyə xəritəsində gördüyünüz kimi, burada daha çox Eskişehir, deməli, Avstraliya və Okeaniyada isə, əsasən Avstraliyada xəritəyə diqqətlə baxsaq görəcəksiniz. Burada daha çox yayılıb, deməli, Albany, Devonport və Mount Gambier şəhərlərində. Yəni, baxın, bu hissələrdə siz bunu aydın görə bilərsiniz. Davam edirik yoldaşlar. Növbəti
hissədə biz CSC iqlim vilayətinə nəzər yetiririk. Yəni Aralıq dənizli iqlim tiplərinin sonuncusu. Gəlin baxaq görək bu nədir. Deməli, CSC qrupu bu hesab olunur yoldaşlar. Sərin, yaylı Aralıq dənizi iqlim vilayəti. Sərin yaylı Aralıq dənizi. İndi gəlin nəzər yetirək, görək CSC-lər hardadır, rəng salarlarına görə. Ümumiyyətlə xüsusiyyəti odur ki, bu nadir iqlim yüksək dağlıq ərazilərdə CSP iqlim zonalarının yaxınlığında müşahidə olunur. Amma CSP-dən, yəni mülayim yaylı Aralıq dənizindən fərqli olaraq sərin yaylı Aralıq dənizi iqlim vilayəti əsasən dağlıq əraziləri əhatə edir. Güclü okean təsiri qış temperaturunun 0 dərəcədən aşağı düşməsinə mane olur. Əsasən bunu biz görə bilərik. Təbii ki, Kaskad və Ant dağlarında, yəni həm Kordilyerdə, həm də deyə bilərik Cənubi Amerikada Ant dağlarında. Həmçinin Şimali Atlantik sahillərində, yəni Şimali Atlantik sahilləri dedikdə, baxın bu hissələr nəzərdə tutacaq. Və bir də gözəl insanlar biz bunları görə bilərik. Mərkəzi Tasmaniya və Havay adalarına, belə deyək, yüksək dağlıq hissələrində. Mərkəzi Tasmaniya və Havay adalarının yüksək dağlıq hissələrində. İndi gəlin yayıldıq ərazilərə diqqət eləyək. Görək orada, yəni CFC, yəni sərin yaylı, belə deyək, Aralıq dənizi iqlimi hansı əraziləri əhatə eləyir və hansı ölkələrdə yayılıb. Deməli, bura uyğun gəlir. Şimali Amerikada daha çox rəng salarlarına baxdıqda bura daha çox uyğun gəlir. Deməli, Şimali Amerikada Spirit Lake şəhəri, Cənubi Amerikada, Çilidə, yəni Balmaseda şəhəri, eyni zamanda yoldaşlar Norveçdə biz deyəcəyik ki, bura uyğun gəlir. Diqqətlə baxsanız, yəni cənub hissələrində bu Harstad şəhərləridir. Harstad şəhərləri. Yoldaşlar, bu oldu sərin yaylı Aralıq dənizi iqlim, belə deyək də, vilayətləri. İndi keçirik növbəti qrupa. Yəni, bu nədən ibarətdir? Yoldaşlar, biz burada CWE yarım qrupuna gəlin bir yerdə nəzər yetirək. Söhbət nədən gedir, gəlin bir-bir baxaq. Deməli, belə. Yoldaşlar, deməli, bizə burada deyir ki, CWA, yəni bunun ümumi adı quraq qışlı subtropik iqlimlədir CW-lar. CWA quraq qışlı rütubətli subtropik iqlim gedir. Bunu buradan yuxarıdan qeyd eləyək. CWA hesab olundu quraq qışlı rütubətli subtropik iqlim. Quraq qışlı rütubətli subtropik iqlim. Yoldaşlar, bunlar harada yayılıb? Bu iqlim əsasən yayılıb, deyəcəyik ki, rütubətli subtropik iqlimin musson təsirinə məruz qalan formasıdır. Qışlar quraq, yaylar isə çox yağıntılı keçir. Cənubi Amerikanın cənubunda görürsünüz, Cənubi Amerikanın cənub hissələri. Hind qanqovalığında, yəni Hind qanqovalığı görürsünüz işarəsindən də. Eyni zamanda cənub şərqi, belə deyək də, Afrika bölgəsində, baxın bu hissələrdə və Şərqi Asiyanın bəzi hissələrində, buyurun baxın, Şərqi Asiyanın bəzi hissələri, Meksika və Şimali Vyetnamda, yəni Vyetnamın şimal hissələri və bir də Meksikada qeydə alınacaq. Müəllim, şəhərlər olaraq qeyd eləyin ki, daha həyatda qalsın, gəlin onlara baxaq. Təbii ki, şəhərlərinə baxdıqda, burada daha çox biz Şimali Amerikada deyəcəyik, Meksika ərazisində Qvada şəhəri, Mərkəzi Amerikada Hondurasda, deməli, Guadalajara şəhərinin adını çəkə bilərik, daha doğrusu Meksikada, Guadalajara şəhəri, Mərkəzi Amerikada Hondurasda, baxın bu hissədə, biz deyə bilərik ki, bu Siguatepeque şəhəridir. Argentinada biz deyə bilərik, burada yayılanlar əsasən Cordova və Santiago del Estero şəhərləridir.
Boliviyada yoldaşlar biz deyəcəyik ki, yayılan Yacuiba şəhəridir. Braziliyada əsasən yayılmış Campinas şəhəri, Kongo Demokratik Respublikasında, yəni cənub hissəsində, Lubumbashi şəhəri, Zambiyada biz deyə bilərik ki, Lusaka şəhəri, eyni zamanda Cənubi Afrika Respublikasında biz deyə bilərik ki, Pretoria şəhəri, ardınca gəlirik Malavidə, təbii ki, Lilongwe şəhəri, Pakistanda, burada, bax bu hissədə biz deyə bilərik ki, deməli, İslamabad və Sialkot şəhərləri, Hindistanda Dehli şəhəri, eyni zamanda Lucknow şəhəri və Guwahati şəhərləri, Çində biz deyə bilərik ki, Haikou, Chenzhou, Chengdu, Hong Kong şəhərləri, Vietnamda şimal hissədə Hanoi şəhəri, Myanmada biz deyə bilərik ki, əsasən Taunchi şəhəri, Nepalda məşhur Katmandu şəhəri və Avstraliyada yoldaşlar biz Makkay şəhərinin adını çəkə bilərik ki, bunlarda daha çox quraq yaylı, rütubətli subtropik iqlim səciyyəvidir. Quraq yaylı, rütubətli subtropik iqlim. Yoldaşlar biz davam edirik. Təbii ki, burada biz CWB-nin açıqlamasını verək sizə. CWB nə bildirir? Bu quraq olacaq yoldaşlar, qışlı. Quraq qışlı, deməli, subtropik dağlıq iqlimi, quraq qışlı, subtropik dağlıq iqlim. Subtropik dağlıq iqlim. Görək nədir? Yoldaşlar, bu iqlim əsasən Mərkəzi və Cənubi Amerikanın, Afrikanın, Cənub və Cənub-Şərqi Asiyanın tropik yüksək dağlıq ərazilərində müşahidə olunur. Qışlar aydın şəkildə quraq keçir, yaylar isə mussonların təsiri nəticəsində çox yağışlı olur. Təkrarlayıram, qışlar quraq, yaylar isə çox yağıntılı hesab olunur. Yayıldığı ərazilərdə olan şəhərlərə nisbət baxsaq, biz nə görəcəyik? Təbii ki, biz burada formalaşmış ərazilər kimi region olaraq Şimali Amerikada, Meksikada elə məşhur Meksiko şəhərinin adını çəkə bilərik. Ardınca biz deyə bilərik Guatemalada, baxın bu hissədə olacaq Quetzaltenango şəhəri və Gabon şəhərləri. Cənubi Amerikada biz deyə bilərik Argentinada əlbəttə ki Salta şəhəri, baxın bu hissədə. Peruda deyə bilərik ki formalaşıb deməli Cusco şəhəri və Cajamarca şəhəri. Boliviyada məşhur La Paz şəhəri, eyni zamanda Lesotoda biz deyə bilərik ki, Afrikanın, Cənubi Afrika Respublikasının içində Mokotlong şəhəri, Eswatinidə Mbabane şəhəri, Kenyada məşhur Nairobi şəhəri, ardınca Tanzaniyada Arusha şəhəri, Efiopiyada Addis Əbəbə şəhəri, Zimbabvedə, baxın bu hissədə Harare şəhəri, Madagaskarda Antananarivo şəhəri, Cənubi Afrika Respublikasında Johannesburg şəhəri, yenə dağlıq nisbətən hündür yerləri əhatə edir. Gəldik Hindistanda yoldaşlar, əsas etibarilə formalaşacaq təbii ki Gangtong və Uttakamand şəhərləri, Cherrapunchi şəhəri. Cherrapunchi bilirsiniz ki, Himalay dağlarının cənubi yamaclarında çox yağıntı alan bir bölgədir. Butanda məşhur Tihumpu şəhəri və ardınca Myanmada Hakka şəhəri və Çində Kunmin şəhəri və yoldaşlar Vietnamda Dalat şəhərləri, Filippində əlbəttə ki Baguio belə deyim də şəhərlərin adını çəkə bilərik. Yoldaşlar, bu şəhərlər, yəni hansı ki Filippində Baguio şəhərləri oldu, təkrarlayıram, quraq qışlı, subtropikin dağlıq iqlim vilayətləri. Növbəti iqlim vilayətimizin adına keçirik, yəni CWC. Gəlin görək bu nədən ibarətdir. CWC. Burada əsas iqlimin adı olacaq quraq qışlı, soyuq subtropik dağlıq iqlim. Təkrarlayıram, quraq qışlı, soyuq subtropik dağlıq iqlim. Subtropik dağlıq iqlim. Yoldaşlar, bu belə deyək də nadir iqlim.
qışı, belə deyim, quraq qışlı subtropik dağlıq iqlim zonalarının yaxınlığında daha yüksək dağlıq ərazilərdə yayılmışdır. Əsasən bura Boliviya və Perunun Ant dağlarında olan hissəsini və biz deyə bilərik ki, Cənub-Şərqi Asiyanın bəzi yüksək dağlıq sahələrini əhatə eləyir. Burada biz şəhər olaraq adını çəkə bilərik haraların. Deməli, CWC-də elə də çox şəhər olmadığı üçün biz əsasən Peru və Boliviyada, Peruda biz deyə bilərik Puno şəhəri, Boliviyada El Alto şəhərlərinin adı. Peru və Boliviyada Puno və El Alto şəhərlərinin adını çəkə bilərik. Biz gəlirik yoldaşlar, təbii ki, subtropikin sonuncu tiplərinə, hansı ki, Aralıq dənizlərini bildik, hansı ki, rütubətli subtropikləri bildik, Aralıq dənizi rütubətli subtropiklər və ya belə deyək də, subtropik dağlıq və subtropik soyuq dağlıq ərazilər. İndi CFA istiqamətinə baxırıq. Bunun rəngini dəyişək ki, biraz fərqli formada görsənsin bizim üçün. Gəlin baxaq. Deməli, CFA bizdə nəyi bildirir, yoldaşlar? Bu, ümumilikdə rütubətli subtropik iqlim hesab olunur. Rütubətli subtropik. Yoldaşlar, bu iqlim əsasən materiklərin şərq sahillərində 20-30 enliklər arasında yayılıb. Aralıq dənizindən fərqli olaraq yayda tropikdən gələn isti və rütubətli hava kütlələri hökm sürür. Buna görə də ən çox yağıntı yay mövsümündə düşür. Subtropik yüksək təzyiq sahələri və yay mussonlarını cənubdan isti və rütubətli hava gətirməsi ilə nəticələnir. Nəticədə yay aylarında, xüsusilə də ABŞ-ın cənub-şərqi, baxın bu hissələr görəcəksiniz, eyni zamanda Cənubi Çin və eyni zamanda Yaponiyada tez-tez güclü, lakin qısa müddətli ildırım və leysan yağışları baş verir. Həmin bu CFA rütubətli subtropikdir. Yoldaşlar, yayıldığı, belə deyək də, şəhərlərə nümunə olaraq göstərsək, ABŞ-da biz cənub-şərq hissələrdə Houston, Yeni Orlean, Atlanta, Roli şəhərlərinin adını çəkə bilərik. Argentinada biz məsələn deyə bilərik Buenos Aires, Uruguayda Montevideo, Paraguayda Asunción şəhərləri, Braziliyada São Paulo şəhəri, eyni zamanda Port Alegre və Florianopolis şəhərlərinin adını çəkə bilərik. Yoldaşlar, Cənubi Afrika Respublikasının cənub-şərq qurtaracağında Durban şəhəri, Serbiyada, baxın bu hissədə mərkəzdə, biz deyəcəyik yoldaşlar, Belqrad şəhəri, Fransada məşhur Toulouse şəhəri, Lyon şəhərləri, Toulouse və Lyon şəhərlərinin adını çəkə bilərik. İtaliyada Venesiya şəhəri, ondan sonra Bologna şəhəri və Milan şəhərləri nisbətən şimal hissələrdə, Albaniyada Tirana şəhəri, yəni şimal hissələri, İsveçrədə Lugano şəhəri, baxın burada, Montenegroda Podgorica şəhəri, Serbiyada yəni, Serbiya Çernogoriya var idi, Çernogoriyada yəni, Bosniya-Hersegovinada Mostar şəhəri, Xorvatiyada Rijeka şəhəri, hansı ki bunlar hamısı Adriatik dəniz sahili ölkələridir, Rusiyada Soçi şəhəri, Azərbaycanda Astara, eyni zamanda Türkiyədə Samsun şəhərləri, yəni hansı ki bunlar Qaradəniz sahili bölgələridir, Trabzon-Samsun bölgəsi, Gürcüstanda məşhur Tibris şəhəri, Qaradənizin sahilləri, Hindistanda Şrinagar şəhəri, Çində Şanxay məşhur, eyni zamanda yoldaşlar biz deyə bilərik Guandun şəhərləri, bunlar hansı ki Şanxay şəhəri Yansın sayının mənsəb hissəsidir, Çunşin şəhəri və Taybey şəhərləri, Tayvan adasında. Yaponiyada Tokyo şəhərinin adını çəkə bilərik. Eyni zamanda biz Osaka şəhərinin adını çəkə bilərik. İranda Rəşd şəhərinin adını çəkə bilərik. Avstraliyada Brisbane, Sydney və bir də Bendigo şəhərlərinin adını çəkə bilərik ki, cənub-şərq hissədə rütubətli subtropikə yaxın ərazilərdə formalaşdı. Gəlirik yoldaşlar CFP-yə. Görək CFP bizim üçün nəyi ifadə edir? CFP. Bu mülayim iqlimlərin tipi əsasən bizdə adlanır okean iqlimi. Okean iqlimi, yəni mülayimlərin okean iqlimi. CFP iqlimi əsasən materiklərin qərb sahillərində,
40-50 dərəcəlik enliklərdə yayılıb. Cənub-şərqi Avstraliyada, yoldaşlar, Cənub-şərqi Avstraliyada, Cənub-şərqi və Cənubi Amerika və Afrikanın cənubunda isə sahil boyu ərazilərdə daha aşağı enliklərdə rast gəlinir. Qərbi Avropada bu iqlim Norveç sahilləri boyunca 68, belə deyək də, şimal enliyinə qədər uzanır. Bu iqlim il boyu qütb cəbhəsinin təsiri altında olur və hava tez-tez dəyişkən və buludlu keçir. Soyuq okean cərəyanları yayın mülayim olmasına səbəb olur. Qışlar eyni enliklərdə yerləşən digər ərazilərlə müqayisədə daha yumşaq, lakin rütubətli və çox buludlu keçir. Bu iqlim subtropik və tropik enliklərin yüksək dağlıq sahələrində də rast gəlinir və hündürlük temperaturu aşağı saldığı üçün bu ərazilər yüksək dağ okean iqlimi adlanır. Yoldaşlar, bərabər yağıntılı subtropikin dağlıq okean iqlimi CFB, bu iqlim əsasən biz deyəcəyik ki, formalaşır, hansı ki, Avstraliyanın böyük su ayrıcı, belə deyək də, silsilələrində və digər qitələrin bəzi yüksək dağlıq ərazilərində. Yağıntılar il boyu demək olar ki, bərabər paylanır. Həm CFB, həm də CFA iqlimləri xüsusiyyətlərini birləşdirir və daxili mövqeyi və yüksək hündürlüyü səbəbindən gündüz-gecə temperaturları fərqi böyük, havanın rütubətliyi isə aşağı olur. İndi gəlin paylandığı ərazilərə biz nəzər yetirək, görək hansı şəhərləri nümunə göstərmək olar burada. ABŞ-da biz Sitka və Bun şəhərlərini misal göstərə bilərik. Kanadada Vancouver və, məsələn, baxın bu hissədə Vancouver və bir də Prince Rupert şəhərlərini, Meksikada təbii ki, eyni rəngə uyğun biz deyə bilərik Xalapa Enriquez şəhərlərini, Hondurasda, baxın burada biz deyə bilərik La Esperanza şəhəri, Dominikan Respublikasında təbii ki, biz deyə bilərik Haiti və Dominikanda, yəni Konstansa şəhəri, Çilidə, cənub hissələrdə Valdivia şəhəri, Argentinada Mar del Plata şəhəri, Ekvadorda biz deyə bilərik Quito və Cuenca şəhərləri, Kolumbiyada Bogotá, Manizales şəhərləri, Peruda biz deyə bilərik yoldaşlar, deməli Chachapayas şəhəri, Braziliyada Curitiba və Teresópolis şəhərləri, Cənubi Afrika Respublikasında deməli George şəhəri, Port Elizabeth və Umtata şəhərlərinin adını çəkə bilərik. Lesotoda Maseru şəhərinin adını çəkə bilərik. Kenyada əlbəttə ki, biz deyə bilərik Eldoret şəhəri, İspaniyada Bilbao şəhəri, İtaliyada L'Aquila şəhəri, Fransada Paris, Strasbourg, Dunker və Bordo şəhərləri, Avstriyada Viyana şəhəri, yəni hansı ki, bura Alp dağlarını əhatə edir. Almaniyada Berlin, Münhen, Köln şəhərləri, Berlin, Münhen və Köln şəhərləri, Danimarkada Kopenhagen və Skagen şəhərləri, Böyük Britaniyada biz deyə bilərik London, Liverpool, Glasgow, Cardiff, Şimali İrlandiyada Belfast şəhərləri, İrlandiyanın özündə Dublin şəhərinin adını çəkə bilərik, Belçikada Brüssel, Niderlandda Amsterdam, Xorvatiyada biz deyə bilərik Zagreb, Sloveniyada Ljubljana, Gürcüstanda Batumi şəhəri, Hindistanda Kodaikanal şəhəri, Şri-Lankada Nuvera Eliya şəhəri, Filippində Barring şəhəri, Papua Yeni Qvineyada Mendi şəhəri, yüksək dağlıqlarda, Avstraliyada Canberra, Melbourne, Hobart və Wollongong şəhərləri, Yeni Zelandiyada isə, baxın burada adada, Auckland və Christchurch şəhərlərinin adını çəkə bilərik. Yoldaşlar, qaldı təbii ki, mülayim iqlimlərin sonuncusu CFC. Gəlin buna da nəzər yetirək, görək nəyi ifadə edir. CFC zonası daha çox uyğun gəlir Köppen iqlim təsnifatında deməli, subqütb okean iqlimi, deməli, yoldaşlar, bu iqlim okean mülayim iqlimindən daha yüksək enliklərdə və ya yüksək dağlıq ərazilərdə müşahidə olunur. Əsasən materiklərin qərb sahillərində, dar zolaqlarda və həmin sahillərin yaxınlığındakı adalarda yayılmışdır. Şimal yarımkürəsində əsasən 50-60, cənub yarımkürəsində isə 50-ci enliklərdə ətrafında rast gəlinir. Yayıldığı ərazilərə nümunə yetirsək, görək bunlar hansı ərazilərdir. Hansı ki, CFC-nin yayıldığı ölkələr. Şimali Amerikada ABŞ-da Unalaska şəhəri, deməli, Alyaska ştatına yaxın.
Argentinada biz deyə bilərik, təbii ki, Rio Grande və Rio Turbia şəhərləri. Çilidə daha çox deyəcəyik Punta Arenas şəhəri, İslandiyada Reykjavik şəhəri, Farer adalarında burada Britaniyaya məxsus, Danimarkaya məxsus Tórshavn şəhəri, Norveçdə Rost şəhəri və Norveçdə Bodø, yəni Bodø şəhərlərinin adını çəkə bilərik ki, bu şəhərlərdə daha çox subqütb, okean iqlimi formalaşmışdır. Ümumilikdə C qrupunun qısa adlarını mən yenə başdan sizin diqqətinizə çatdırım. CS qrupları Aralıq dənizi tipli qruplardır. Burada CSA isti yaylı Aralıq dənizi, CSP mülayim yaylı Aralıq dənizi, CSC quraq belə deyək də yaylı rütubətli subtropik iqlim hesab olundu. CWA bu daha doğrusu üzr istəyirəm, CSC sərin yaylı Aralıq dənizi hesab olundu. CWA-ya baxırıq. Bu quraq qışlı rütubətli subtropik iqlim adlandı. CWE quraq qışlı subtropik dağlı iqlim, CWC isə daha kontinental quraq qışlı soyuq əsasən yüksək dağlı əraziləri əhatə elədi. Və CFA rütubətli subtropik, CFB okean iqlimi və CFC subqütb okean iqlimi hesab olundu. C qrupu gördüyünüz kimi subtropik keçmiş ali söhbəsi subtropik mülayimlərə düşdüyü üçün 4 fəsil aydın müşahidə olunduğu üçün bu bölgələrdə iqlimin bölgüsündə də daha çox standart vermiş olduq. Diqqətiniz üçün sağ olun, hələlik.